Müştərilərimizi maarifləndirməklə bazarı dəyişirik. MRT İPER İnşaatda bugün sizə müasir tikinti materialları haqqında məlumat verəcəm. MRT İPER İnşaatda dəyişməz məkanımızda. Bunlar nədir? Yəqin baxırsınız və düşünürsünüz ki, bunlar harada, necə nətər istifadə olunmalıdır. Bunlar haqqında sizə tam ətraflı məlumat verəcək, xırdalığına qədər. Bu müasir tikinti materialları haqqında ətraflı məlumat verəcək tamaşaçılarımıza ki, artıq müasirlik dedikdə bunlar yada düşür. Müəyyən firmalar var ki, firmalarında adlarını çəkməklə çatdıracaq və bütün bunlar bizim mənzilimizdə harada və necə istifadə olunur. Bu gördüyümüz Texnonikol şirkətinə aid olan daş yunlarımızdır və müxtəlif çeşidlərdən, müxtəlif ölçülərdən, müxtəlif kvadratlarda olan daş yunlarımız var. Gördüyümüz qardaşımız əlini vurduğu Texnonikolun sıxlığı ən çox olan materialdır. 4.32 kvadrat içində 75 sıxlığa malikdir. Bu istifadə olunur ən çox səslə bağlı olaraq. Həm də izolyasiya olunur. Bəli. Deməli belə. Çox gözəl şeydir. Pilqarovkalarda, evlərdə pilqarovkalarda, yəni arı kəsmələrdə. Bəli. Yanmır. Yanğına qarşı davamlıdır. Səs akustikasını nizamlamaq hər deyən rahat şəkildə başa gəlmir və bunun üçün xüsusi olaraq bu məhsullardan istifadə etmək lazım ki, səsi özündə boğsun. Bundan istifadə etməklə bu səsi tamamilə sıfıra endirəcəksiniz. Bunun üzərində. Bəli, tamamilə. Ən önəmlisi də yanmayan materialdır. Ümumiyyətcə yəni yoxlaya da bilərik. Yandıracağım ev onu. Yandırın. Onu yandırmaq istəyirəm ki, bu tamaşaçılar da görsünlər ki, bax yandırıram. Baxın dostlar. Yox, heç bir vaxt yana bilməz. Bu da Texnonikolun şirkətinin məhsuludur. Bəli, bu da bir məhsuludur. Bu sadəcə olaraq bundan bir sıxlıq azaldıqca içində sağ çoxalır. Yəni bunda məsəl üçün 8.64 kvadratdır bir paçkası. 8.60, amma bu da çox gözəl maldır. Bu da sırf evlərdə daha çox istifadə olunan maldır. Bu da istiliyin, soyuqluğun, hətta belə səsin də müəyyən qədər qarşısını alır. Və bunun üzərində QR kodumuz da var. Dostlar, diqqət etmək lazımdır ki, siz də mobil telefonunuzu yaxınlaşmaqla QR kodu daxil edirsiniz. Bütövlükdə bu məhsul haqqında sizə tam ətraflı məlumat çıxır və bunu əldə edə bilərsiniz. Siz də əgər mənzilinizdə bu problemlərin qarşısını almaq istəyirsinizsə, mütləq şəkildə mütəxəssislərə müraciət etməlisiniz. Çünki bir çox yerlərdə bunları deyil, digər buna bənzər və bir qədər ucuz, keyfiyyəti aşağı olan məhsullar təqdim edirlər ki, bu daha yaxşıdır, bu daha keyfiyyətli, ancaq əslində elə deyil. Və çünki müştərilər də onu alıb aparandan sonra müəyyən problemlər nəticəsində yenidən müraciət edirlər ki, bu istədiyimiz keyfiyyətdə və istədiyimiz materialda məhsul olmadı. Ona görə də MRT İPER İnşaata yaxınlaşırsınız, burada olan mütəxəssislərə müraciət edirsiniz. Müəyyən sıxlıqları var, onların müəyyən ölçüləri var ki, həmin ölçülərin müqabilində sizdən o məbləğ alınıb, əvəzində bir qədər sıxlığı aşağı, bir qədər qiyməti aşağı və bir qədər də keyfiyyəti aşağı məhsullar verməsinlər. Ona görə növbəti məhsullar haqqında danışacaq. Bunlar sırf şüşəsizdir. Yəni vurmaq çox rahatdır. Yəni bəzi istiklavatlar kimi şüşəli deyil də. Yəni keçmişdə də var, indi də var o şüşəlilər. Bəli, var. İndi hal-hazırda bizdə də göstərəcək. Həm də ekoloji təmizdir. Bəli. Tam rahat şəkildə ustalar vurur, tutanlar razıdırlar da. Və uşaqlar üçün də təhlükəsizdir. Bəli. Böyüklər üçün də təhlükəsizdir. Yəni müəyyən qoruyuculardan, müəyyən əlcəklərdən istifadə etməyə ehtiyac yoxdur. Bu daş yunlardan istifadə edirlər. Və burada belə bağlamalarımız da var. Bunun hətta belə bu sərmək üçündür. Bəli. Bu hal-hazırda Knauf şirkətinə məxsusdur və Texnonikol onun da bu hal-hazırda belə bir rulonlarımız var. Onu da indi qabatı göstərəcəyik sizə. Bu Knauf'undur. Minerallı vata deyirlər belə. Minerallı vata fayqasız. Üzərində var, bax. Bəli. Hamısı üzərində var. Fayqasız olduğu müddətdə demək bu mal iki hissədən ibarətdir. Açılanda iki hissədən ibarət olur. Alt qat, üst qat. Elə bir 15 santıdır. Bunun 5 milli qalınlığında olur. 15 kvadrat nəzərdə tutulur. Prosto üst-üstə olur onlar, üst-üstə. Çox adam onu bilmir. Onlar elə bir 5 yox, 10 şəklində açılsın, açılandan sonra 10 şəklində görünür. Çox adam deyir ki, ay bu da 15 kvadrat yoxdur. Onu müəyyən şirkətlər onu arasında yer qoyurlar. Əlini salıb arasında bir dəfə də belə çörürsən, olur 2 hissədən ibarət. Ona görə onu çox ustalar bilirlər. Müəyyən ustalar bilir, ev yerləri heç bilmir. İndi hamı usta ilə gəlmir, görsən tək-tək gəlir. Biz onlara təklif edirik ki, yəni bunu açanda bu halına rastlaşarsınız. Texnonikol şirkətinin belə bir rulonu var. Bu da minerallı vata. Sadəcə olaraq bunlar kvadrat şəkildə olan hallardır. Bunlar rulon şəklində olan hallardır, məhsullarıdır.
Bunlar da 15 kvadrat və Ursa yazılıb. Texnonikol Ursa 15 kvadratdan ibarətdir. Bunların həm fayqalısı, həm fayqasız olur. Hal-hazırda əlimizə qoyduğum fayqasızdır və bu da həmçinin 15 kvadrat və 2 hissədən açılanda 2 hissəyə açılmalıdır. Bu şüşəlidir. Şüşəlidir, bəli. Yəni buna toxunanda müəyyən qaşınmalar, sürtünmələr, qızarmalar baş verir. Amma bunun da özündə bir məxsusilik var. Şüşə parçadır. 1 metr 20 sm enində, 20 metr uzunluğunda, 24 kvadratlıq məhsulumuzdur. Şüşə parçadır. Bunu istifadə olunur klişalarda, dam örtünlərindən əvvəl çornipolun üstündə istifadə olunur, sərilir. Və xüsusiyyəti də ən çox istifadə olunur ki, müəyyən cürcücüdür, miş oldu, sandı, belə şeylər. Bu gəmiriciləri məhv etmək üçün və buna toxunduğumuzda da ustalar yaxşı bilirlər ki, müəyyən qoruyuculardan və əlcəkdən istifadə etmək lazımdır. Həşəratlar, müəyyən ziyan vericilər var ki, sizin damınızda olmayacaqlar. Bax, bu şüşə parçadan istifadə etdiyiniz zaman. Yəni, bütün bu məhsullar var. Çünki bura MRT hiper inşaatdır ki, bizim regionun ən böyük tikinti bazasıdır burada.